Sizi yenidən salamlayıram. Bu dəfəki mövzu əmlak vergisi və əmlak vergisi bəyannaməsinin tərtibidir. İl bitir mənfəət vergisi bəyannaməsi təqdim edilərkən, əmlak vergisi bəyannaməsi də vergi orqanına tərtib edilib göndərilir. Bəzən müəssisələrin, vergi ödəyicilərin mənfəət vergisi bəyannaməsində əlavə bir də əsas vəsaitlər əks olunsa da, əmlak vergisi bəyannaməsi göndərilməyən zaman vergi orqanına gələn kameral uyğunsuzluqda əsas vəsaitlərinin olduğu, lakin əmlak vergisi bəyannaməsinin tərtib edilməməsi uyğunsuzluğu olur. İlk olaraq onu qeyd edim ki, əmlak vergisi mənfəət vergisi bəyannaməsində xərclər bölməsində gəlirdən çıxılan vergilərdə əks olunan vergilərdən biridir. Bəzən adına uyğun olaraq əmlak yoxdursa, əmlak vergisi ödəməməliyəm kimi təsəvvür yaratsa da, vergi ödəyicilərinin əmlak vergisi onların sahib olduqları əsas vəsaitlərə görə ödənilir. Və buna görə də Vergi Məcəlləsinin 202-ci maddəsində vergi ödəyicilərinin əmlaklarının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydaları açıqlanmışdır. Vergi ödəyicilərinin ilin əvvəlinə olan əsas vəsaitlərinin dəyəri ilə ilin sonuna olan əsas vəsaitlərinin dəyəri toplanıb 2-yə bölünür, sanki ədədi orada tapılır. Bu əsas vəsaitlərin orta illik qalıq dəyəri olur ki, əmlak vergisi hesablanarkən həmin orta illik qalıq dəyərin 1% həcmində vergi hesablanması aparılır. Əmlak vergisi bəyannaməsinin tərtibinə gəlincə, əmlak vergisinin hesablanması hissəsindən və 2 əlavədən ibarətdir. Əlavə 1-də əmlak vergisindən azad olan və Vergi Məcəlləsinin 199-cu maddəsində əks etdirilən maddələrə müvafiq olan əsas vəsaitlərin dəyəri əks etdirilir. Əlavə 2-də isə vergiyə cəlb olunan əsas vəsaitlərin dəyəri haqqında məlumat əlavə edilir. Əmlak vergisinin hesablanması zamanı vergiyə cəlb olunan əsas vəsaitlərin vergidən azad olan əsas vəsaitlərin dəyərinin əks etdirilməsində çox cüzi bir fərq var. Əmlak vergisinin hesablanması hissəsi vergiyə cəlb olunan əsas vəsaitlərin qalıq dəyəri birbaşa olaraq əlavə 2-dən formalaşır. Çünki əlavə 2-də hesabat ilinin əvvəlinə olan qalıq dəyəri və hesabat ilinin sonuna olan qalıq dəyərləri əks etdirilir. Lakin əmlak vergisinin hesablanmasında vergidən azad olunan əsas vəsaitlərin qalıq dəyəri əlavə 1-də görünmədiyindən biz vergidən azad olan əsas vəsaitlərin dəyəri hissəsinə əvvələ olan qalığı özümüz daxil etməliyik. Lakin dövrün sonuna olan qalıq isə müvafiq maddələrə əsasən ilin sonuna olan qalıq sütununda qeydləri edəcəyik. İndi isə əmlak vergisindən azad olmalara nəzər salaq. Büdcə təşkilatlarındakı bəzi əsas vəsaitlər var ki, onlar büdcə hesabına alındığında onların əmlak vergisindən azad olması var. Həmçinin bundan başqa ekologiya, yanğından mühafizə üçün istifadə edilən əsas vəsaitlərdir. Dəmir və avtomobil yollarıdır. Xüsusən mikro sahibkarlara aid olan 199.14-cü maddəyə əsasən 1 milyona qədər əsas vəsaiti olan mikro sahibkarlıq subyektləridir ki, onların əsas vəsaiti əmlak vergisindən azaddır. Lakin bir şeyi unutmayaq ki, əmlak vergisindən azad olma əmlak vergisi bəyannaməsinin verilməməsinə əsas vermir. Əmlak vergisindən azad olan əsas vəsait varsa, əmlak vergisi bəyannaməsinin əlavə 1-də müvafiq maddəyə uyğun qeydlər aparılmaqla əmlak vergisi bəyannaməsi il bitdikdən sonra mart ayının 31-nə qədər vergi orqanına təqdim edilməlidir. Bu zaman əmlak vergisindən azad olma üzrə biz ilin əvvəlinə qalığı qeyd etdikdən sonra əlavə 1-ə keçib vergi ödəyicisinin ilin sonuna olan qalığı, məsələn 199.14-cü maddəyə uyğun olaraq qeyd edirik. Bu zaman heç bir vergi hesablanması baş vermir və biz əmlak vergisi bəyannaməsini qeyd edib, paketləyib vergi orqanına göndəririk. İndi isə vergiyə cəlb olunan əsas vəsaitlərin dəyərindən danışaq. Vergiyə cəlb olunan əsas vəsaitlərin dəyəri mənfəət vergisi əlavəsindən hesabat dövrünün əvvəlinə və hesabat dövrünün sonuna olan qalıq dəyərlərinə əsasən müəyyənləşdirilir.
Bu zaman biz mənfəət vergisi bəyannaməsində müvafiq xanalara yazdığımız rəqəmləri əmlak vergisi bəyannaməsində də müvafiq olaraq göstəririk. Lakin burada bəzi xırda fərqlər var ki, məsələn, mənfəət vergisində torpağın yaxşılaşdırılması üzrə kapitallaşdırılmalı olan dəyər 144.000, əmlak vergisində bu kateqoriyalar üzrə bölünməlidir və müvafiq xanalara yazılmalıdır. Bizim 1.1.1 sətrində olan 144.000 əgər qurğulardırsa, o zaman 144.251.23 olaraq qeyd edilir və hesabat ilinin sonuna da 134.150.165 olaraq həmin sətrin ilin sonuna və ilin əvvəlinə və sonuna olan rəqəmləri müvafiq olaraq sütunlarda qeydlər edilir. Həmçinin maşın və avadanlıqlar ilin əvvəlinə olan və ilin sonuna olan rəqəmlərin qeydiyyatı aparılır. Nəqliyyat vasitələrinin ilin əvvəlinə qalığı yoxdur. İlin sonuna olan 140.589 manat qeydə aparılır. Həmçinin digər vəsaitlərin ilin sonuna qeydləri aparılır. Daha yaxşı olar ki, rəqəmlər qeyd edildikdən sonra vergiyə cəlb olunan əmlakın cəmi dəyəri əsas vəsaitlərin dəyəri ilə bir-bir yoxlanılsın ki, rəqəmlərin üst-üstə düşməsinə əmin olaq. Lakin əlavə olaraq da qeyd edim ki, ola bilər müəssisənin mikro sahibkar olmasın və 1 milyona qədər də əsas vəsait güzəştinə sahib olmasın. Lakin digər 199-cu maddəyə əsasən əmlak vergisindən azad olması olsun. Bu zaman həmin əsas vəsaitlərin dəyəri yenə də əlavə birdə ayrıca olaraq qeyd olunacaq. Vergiyə cəlb olunan əsas vəsaitlər barədə məlumat isə əlavə 2-də qeyd olunacaq. Sonradan əmlak vergisinin hesablanması hissəsinə keçdikdə görürük ki, əlavə 2-də qeyd olunan rəqəmlərin cəmi əmlak vergisinin hesablanması hissəsində göstərilmiş və bizə vergini avtomatik olaraq orta qalıq dəyərinin 1% həcmində hesablama aparılmışdır. Lakin bundan başqa bir nüans da var ki, onu qeyd etmək istəyirəm. Bəzən müəssisə neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq əmlak vergisi ödəyicisi olmur və bəzən suallar da verilir ki, əmlak vergisi onun mükəlləfiyyətində yoxdursa deməli verməyəcəm. Amma bu elə deyil. Əmlak vergisi ödəyicisi əmlaka sahib olma anından olaraq başlayır. Və vergi məcəlləsinin 202-ci maddəsində ilin əvvəlinə və ilin sonuna olan əsas vəsaitlərinin qalığının toplanıb 2-yə bölünməsi qeydləri aparıldıqdan sonra əgər müəssisə ilin ortasında əmlak vergisi ödəyicisi olarsa, onun hesablanma qaydası da əks etdirilmişdir. Fərz edək ki, bizim müəssisə neçə ildir fəaliyyət göstərir, lakin bu ilin fevral ayından əsas vəsaitlər almışdır və əsas vəsaitləri aldığına görə əmlak vergisi ödəyicisi olmuşdur. O zaman biz vergi ödəyicisinin hesabat ili ərzində yarandığı və ya əmlak vergisi ödəyicisi olduğu sütununa rəqəmlər yazacaq. Həmin əsas vəsaitlərin alındığı ilkin dəyərləri bu hissədə əks etdirəcəyik. Məsələn, maşın avadanlıqları əks etdirək, nəqliyyat vasitələrini əks etdirək, digər əsas vəsaitlər bölməsinə rəqəmlər yazaq, həmçinin qurğular bölməsində də rəqəmləri yazaq. O zaman bizim üçün əmlak vergisinin hesablanması zamanı hesablama aparılarkən artıq fərqli cür olacaq. Qeydlərimizi apardıqdan sonra əmlak vergisi hesablanması hissəsinə keçirik və əmlak vergisi hesablanmış məbləğlə mənfəət vergisi bəyannaməsində də gəlirdən çıxılan vergilər hissəsində əmlak vergisinin məbləğini qeyd edirik ki, mənfəət vergisində həmin hesablama nəzərə alınsın. Əmlak vergisi barədə deyəcəklərim bu qədər. Əlavə suallarınız, rəy təklifləriniz varsa, buyurun qeyd edə bilərsiniz.